Salam dostlar, kanalımıza hoş geldiniz. Bugünkü işimiz Mon Mondial mopedidir. Moped deməli xoda getmir. Hər şeyi dəyişmişik. Dinamo dəyişib, karbürator dəyişib, sveça dəyişib, zajigani baxılıb, zajigani normasında yerindədir. Hər şey dəyişilib demək olar ki, moped yenə də xoda getmir. Porsche alınanda dəyişilmiş imiş. İndi biz təzədən Porsche almışıq, klapanları regulovka eləmişik. Yenə xoda getmədi. İndi əlacımız qalıb Porsche giliz dəyişmək. İndi inşallah sökəcəyik. Sizlə bir yerdə onu dəyişəcəyik. Allahın köməkliyi ilə. Birinci sökməmişdən qabaq nə edirik? Buradan deməli biz T işarə, T ilə tən gəlir. Tən qoyduq T-ləri. Üzümə indi buranı krışkanı açmışam. Bu boltlar açılır. 4 bolt. Krışka çıxır. Krışka çıxır və baxırıq bura. Deməli dostlar, orada T-ni düz qoyandan sonra burada bax bu boşluq və bu boşluq, bu deşiklər düz olmalıdır ki, düz burayla paralel, burayla qalovkanın üstü ilə düz olmalıdır ki, ondan sonra söküb çıxartmaq olar. Deməli birinci növbədə nə edirik dostlar? Maneçilik törətməsin deyənə karbürator sökürük, sepin zajimnoyunu sökürük, bu sepi sıxandır və ondan sonra açacağıq başda. Deməli belə dostlar, karbürator açıldı. Buradan sepin zajimnoyu açıldı. İndi boşaldırıq klapanın boltlarını, qaykalarını. 10 qayka da hamısı. Bunları boşaldıb açıb çıxardırıq. Ondan sonra içini söküb hissə-hissə ayıracağıq. Ayırdıqca göstərəcəm sizə inşallah. Deməli belə dostlar, bunları da söktük, çıxartdıq. İndi inşallah burada qıraqda 2 dənə, bir üstdə, bir də orada altda boltlarımız var. Bunları açırıq. Qalovkanı çıxardıb göstərirəm sizə inşallah. Deməli dostlar, şeyi də açdıq. İndi onu da çıxardaq. Bütün bu klapanlarımız zajigani düzgün olmadığı üçün indi onları inşallah təmizləmək lazımdır. Axırda təmizləyib sizə göstərəcəyik inşallah. İndi sökmə işlərimizi davam eləyək. Başlığı buradan çıxarıb sonra bunun deməli bu karbüratorun yeridir. Burada 2 bolt, bir burada bolt var, bir burada. Bir də ki altda burada quluşu tel bağlanan 2 bolt da orada var. Şimdi bunu da çıxardaq. O seni qoyanda göstərəcəm. Bunu da boşaltdıq, çıxardırıq. Bunu da çıxardaq inşallah. Ondan sonra bu spakaytildir sepin. Alt spakayitil, bu üstü spakayitil. Bizim sepin Porsche'imiz deməli bu gündədir. Yeyilib. Hələ bu deyilənə görə güya ki təzədir. Deməli bunun içinə baxaq. Baxın dostlar. Belədir. Çırıq-çırıqdır. Alanda elə bir şey üstündə vermişlər köhnə Porsche'ni ki, kişilər vermişdi ki, biz dəyişmişik. Arxayın eləmək üçün cəmaatı ki, dəyişiblər. Nəysə, biz də qərara gəldik ki, buna təzə Porsche'nin silindiri taxaq. Sepini də dəyişək. Deməli dostlar, buraları bütöv sökmüşük. Burada bunun içinə belə palet keçirdirik ki, dinamonun üstündən 2 dənə belə 8 boltları var uzun. Bunları buradan biri burada olur, biri burada da krest olur. Açıb çıxardırıq, sonra dinamonun qaykasını açırıq. Dinamonun qaykasını açdıqdan sonra bunu çox adamda siyomnik olur, bunu buradan çeyləyir. İndi bizdə siyomnik yoxdur, arxasından buradan yavaş-yavaş vurub, əks tərəfdən bir şey qoyub uzun. Buradan yavaş-yavaş vurub, indi onu çıxardacağıq. Deməli dostlar, dinamonun üstünü çıxartdıq. İndi qaldı dinamonun. Bu da dinamonun içini. Dinamonun içində sökürük. Bir bolt burada var. Bir burada, 2 dənə də bu maqnitin üstündə. Bunların hamısını açırıq. Ondan sonra başlayırıq motoru sökməyə inşallah. Deməli dostlar, dinamonun içini də söktük, çıxartdıq buradan. Deməli 1, 2, 3, 4, 5, 6, 7. Bu boltların hamısını açmaq lazımdır. Onu da açanda bu boltların uzun gödək fərqi olur. Bunların da elə yığın ki, ardıcıllıqla. Yerlərini səhv salmayasınız sonra yığanda. Uzun gödək olur, yer fərqi olur. Ona görə də qalışın ardıcılığı az. Deməli dostlar, bunu da boltlarını açdıq. Gördüyünüz kimi elə belə müvəqqəti, yəni müvəqqəti nə mənada sizə göstərmək üçün belə nömrələmişik boltların yerini və boltların fərqini göstərmək istəyirik sizə. Baxın, boltların uzun gödəkli fərqlərinə baxın. Hərəsi öz yerinə görə bir cür fərqlənir. Biz belə bir şablon çəkmişik. Şablonun üstündə nömrələmişik. Hamısı da öz qaydasında yerinə bağlanacaq. İnşallah sökək, göstərəcəyik. Deməli belə dostlar,
Bunun krışkasını söktük üstünü. İndi inşallah bunun ortasında calaq yerindən ayrılmalıdır qanunen. İndi görək düz ayıra bilsək yaxşı olacaq. Onu da göstərəcək sizə. Bunu buradan ayırmaq üçün bu bolt açılmalıdır. Bu ox çıxmalıdır buradan ki motosikletin ön hissəsi ilə arxa hissəsi ayrılandan sonra motor arxa hissədə qalır. Ona görə o boltu açıb çıxartmaq lazımdır. Deməli dostlar, motorumuzu belə söküb buradan çıxartdıq. Belə oldu belə bir şey. Böyle bunu indi burada inşallah start emaneçiliği eləyir. Onu da sökək. Deməli belə dostlar, buradan variatoru söktük. Qabaq variatoru qoyduq, ora remeni çıxartdıq, ayağı noşkanı çıxartdıq altına, sonra oxu çıxartdıq, hamısını yığdıq ora. Buradan seplə, deməli uspokayteli çıxartmaq üçün burada bizim şestigrannikimiz var. Baxın, burada çat var. Bizim uspokaytel buradan sınıb. Onu açmalıyıq ki, uspokaytel, üst uspokaytel oradan çıxsın. Və bu valı da çıxartmaqdan ötürü biz bu qaykanı açırıq. Bu valın başındakı qaykanı açırıq ki, val çıxsın o yana. Deməli dostlar, buradan qaykanı açdıq valın başından. Valı çəkir, çıxardırıq. Bu bizim valımız. Hər şey qaydasında, paçevniklərdə. Baxmışam, tərtəmizdir. Hər şey ayrı-ayrılıqda yığırıq bir yerə ki, itməsin. Qaykasını da bağlayaq üstünə, bura. O da valımızın üstündə qalsın. Şestigrannikimizi açırıq. Şestigrannikimizi buradan açıb çıxardırıq və buradan uspokayteli çıxardırıq. Sizə demişdim, burası qırılıb, baxın. Burada qırığı var. Burası da bütün yiyilib. Gündəlik bunu dəyişmək lazımdır. Uca gedir zibilliyə. Deməli dostlar, hər şeyi söktük, yuduq. Hamısı təmizdir. Gördüyünüz kimi val da yuyulub, tərtəmiz. Motorun içi də yuyuldu, tərtəmizdir. Heç nə yoxdur, gül kimidir. Sepi düzəltdik. Uzun idi. Gödəkli elə bir ki, 41 diş. Aldığımız sep 45 idi. Gödəyi yox idi. Söktüyümüz qaydada həmən ardıcıllıqla da yığırıq yerinə. Deməli dostlar, sepi taxdıq, balı taxdıq yerinə. Uspokayteli qoymalıyıq. Şestigraniki buradan açdıq. İndi uspokayteli, bəzi uspokaytellərimizi alt üst ikisini də dəyişəcəyik. Deməli dostlar, uspokaytellərimizin ikisini də təzə qoyuruq. Dediyimiz kimi inşallah bunları quraşdıraq, göstərəcəm. Deməli dostlar, söktüyümüz qaydada təzədən yığırıq, üstünü qoyduq. İndi inşallah krışkanı qoyacağıq. Sonra da yavaş-yavaş dinamancadı bağlayacağıq. Deməli belə dostlar, motoru yığmışıq demək olar ki, inşallah təzə motion silindiri yığmaq yerinə prokladkalar təzə içində də hamısını koysalar zaten hamısını yığmaq lazımdır. Onu inşallah bu koysaları da silindir. Bir yerdə inşallah yığmasını göstərəcəm. Deməli belə dostlar, bunu yığdıq hamısını yerinə. Bir dənə qaldı bizdə krışkası uspokaytelində sıxan. İndi biz bunu klapanın azadı qoyduq, sepi qoyduq. Baxın, və metkanı qoymuşuq yerinə və 2 dənə düz xətlə qoymuşuq yerinə. İkisində o tərəfdən də dinamo ilə T-ni qoyacağıq, metkanı bağlayacağıq yerinə. İndi klapanları, qaykalarını sıxırıq 4 dənəni. Bundan sonra yenə çəkilişimizi eləyəcək, krışkanı qoyub. Deməli belə dostlar, motor yığıldı. Arada ola bilər, nəysə çəkməmişəm, daha üzrlü sayın. İndi qalıb yəni bu orta ayaqlığı qoyacağım inşallah. Motorumuz bağlanacaq, yağ töküb, potlayıb işə salmaq. İnşallah onu da eləyim, göstərəcəm sizə. Deməli dostlar, mopetin motoru yığıldı. Hamısı bağlanıb üstünə. İndi plastik şeyləri, yerlərini bağlamaq lazımdır. Bu tərəfini bağlamışıq, bu tərəfi yerindədir. Qalıb bu tərəfi, bu biz tərəfində də belə çatları olduğuna görə şpakulovkalayıb, darı qırıqları yapışdırıb şpakulovkalayıb qoymuşuq belə. Bu da kraskalanacaq inşallah, olacaq gülçümün moped. Bir də qalıb quluşiteli bağlamaq, quluşiteli bağlamamışıq, yerlənir. Bunu da bağlayaq, qoşularıq. Nəhayət ki, biz bu mopedin, skuterin təmirini bitirdik. Belə yığmışıq. İçi rezinlər qalıb bağlanmalı. Onları bağlayacağıq. Nəhayət ki, sonlandırdıq bunun işini. Bizi bir xeyli incitdi. Amma ki, yığa bildik.
Axır ki yığdıq, qurtardıq. Bunu da bu tərəfini mən göstərmişdim sizə. Çatlar var idi, qırıqlar var idi. Onların hamısını payka elədik, yapışdırdıq. Və belə şpaklovkalamışıq. İnşallah yəni də kraska alıb, kraskalayacağıq. Olacaq. Allahın köməyi ilə həll. İndi xoda salıb işləməyini də göstərəcəm sizə. Qəşəng də işləyir maşallah. Hə dostlar, mopedimizi də fortladıq, işə düşdü. Qəşəng də işləyir maşallah. Super işləyir. Bayaq dediyim kimi buralar kraskalanacaq. Bu ışıqlar da hamısı işləyir. Hər şey əladır. Mopedimizin ışıqlarını da sizə göstərmək istəyirəm. Priboru belədir. Işıqların hamısı halledilir yanında yanır. Vaxtınız üçün təşəkkür edirəm. Çox sağ olun. Var olun.